Mədikçi əməliyyatından sonra iştah necə olur? Mədikçi əməliyyatından sonra mədənin böyük bir hissəsi götürüldüyünə görə və həmin hissədə qrelin hormonu olduğuna görə insanda iştah itir. Yəni, hormonal olaraq sən yemək istəmirsən. Hətta mətbəxdə yemək bişirilərkən, hər hansı bir yerdə yemək qoxusu gəldikdə belə səndə yeməyə qarşı bir ikrah hissi yaranmış olur. İkinci səbəb isə mədənin həcmi azaldığına görə, əgər sən özünü məcburən yedizdirmək belə istəsən, bu zaman mədənin kiçik ölçüsü tez doyur və sən yemək yeyə bilmirsən. Yəni, insanlar sual verir ki, bəs əməliyyatdan sonra xüsusi diyetaya ehtiyac varmı? Xeyr, xüsusi bir diyeta ehtiyac yoxdur, sadəcə bəzi qadağalar mövcuddur. Qida həcmini sən özün olaraq müəyyənləşdirməli olursan ki, sənin mədən kiçikdir, bu qədər yeməlisən və artıq iştah da olmadığı üçün digər vaxtlardakı kimi yemək məclislərində, süfrələrə o qədər də tamahın olmur. Sağ olun, sağlığına qalın.